Herkese salamlar dostlar. Bugün Car Simulator 2'ye devam ediyoruz. Bugün dostlar Car Simulator 2'de ne ararıq? Yeni bir tane maşın alacağız sonra şu 100 taslağa yeni. Bakın burada bir tane maşın var. Bu yeni gelen maşından bir tane Velox almıştım əvvəl. Qaldı bir tane bu Argun. Bir tane bugün bunu ararıq dostlar. Gah bu maşının ne tər maşın olacaq? Eyni zamanda ne tər güclü maşındır. Onu ararıq bugün. Onun için ben ona doğru gedim bir tane. İşarəliyim abına. İşaretçiyi ayarladık. Yaşaq. Bu arada bu maşının pəncərəsi düzəldi ha. Sonra da belə görə bir yoxmuş bu maşın. Nə qəşəng oldu. Da bu maşının saxta bir daha belə görə bir yox. Yaşaq indi maşın nə tər maşındır da. Bir dənə bu online açılmır. Valla bu online'a da açılmaq bilmir. Ara bastım deyə şey getdi. $1400 kilometr falan var olur. Maşının ismi oyunda olarak Argon'u deyəsən özünün adı Xiaomi idi, nə idi? Mənim bilən maşının adı Xiaomi'dir. Ola bilər. Azərbaycanda maşın nə tər maşın olacaq? Yeni gələn burada əvvəl yeni gələn maşınlardan mən bir dənə bunu aldım sadəcə. Bax bunu almışdım. Bu maşını arıq indi. Maşınınız 265'dir. Manevra 3, mevcut 1980'dır. Bu 1204. Hızı 193 olur. Bu da 250 olur. Gecəni bir altı hərəkət etdirmək də olurmuş. Bileyim mən də. Amma mən bunu alıram. Yəni baxacaq bu maşın nə tər maşın olacaq. Bugün bunu alırıq. Bir dənə oturaq baxacaq maşına bir dənə. Belədir yəni. Nə alayım ya maşın belədir. Alıram ayda bunu aldıq. Bu şöyle maşına baxaq. Oo. Elektriklidir özdə. Drifti də var, həm də drifti də var. Bir başlayaq şöyle. Nə olsa sadəcə elektrikli olacaq bir onu. Yeni güncəlləmə əvvəl bu olar gəlmişdi və deyim kimi burada bir dənə Toyota Charger almışdım. Bunu ala bilməmişdim amma bunu aldıq indidən.
265 imiş hız. Həqiqdən düz çıxdı. Qərar 265'dir hız. Bu maşın nə yalan deyim. Qəşəng maşın ola bilər içlərindən. Salyamacaq bunu bir dənə test eləyək. İlk istəyəcək mən drift oynayacağım. Baxın bunu. 15250. Bugünkü drifting burada deyil ya. Məsələn biz hər maşınlarda drift şahsərində deyirik, amma yeganə burada deyiləcək bir dənə. Baxaq görək indi driftinə onun. Yəni uzun drift eləmək olmur, o dəqiqədə driftkən belə sürüşür. Eləyirəm. Yoxsa bax o dəqiqədə böyürləşdirir drifti. Niyə? Bununla mı eləyirsən bizə? Bununla mı? Nədir səncə? Evet, divara çıktım gördün. Allah'ın drifti nədir ki belə? Yani niye sürüşürsən ki? Driftdə də sürüşürülür mü? Heh, gəldi yenə bu. Bir ayəsiydi. Bunun drifti mən yəni yaxşıdır, hə. Aha, yəni mən bu maşını başa düşə bilmədim yəni. Mən bu maşını başa düşə bilmirəm. Əsas driftini başa düşə bilmirəm bu maşını. Uzun eləyə bilmirsəm, o dəqiqə düzəlir. Ona biraz yani yavaş eləyəsiydim, demişdim ki, çırptım yenə. Yəni drifti yaxşıdır, amma o dəqiqədə düzəlir. Yəni drifti düzəlməkdə mi olur? Tövbə estağfurullah. Nə deyim daha mən? Heç başa bilmirəm bu yarışdan. Anlayamadım getdi yəni. Yəni bir gün burada saatlarca biraz pul kasmayı, pulumuz yüksəlsin. Bu dəfə də şu Bugatti Veyron almaq istəyirəm. Götürəm yeni bir evi. Bu da bu maşındır. Yəni rəngini dəyişdirəcəm yaxında. Yəni rəngi dəyişdirib bir şeylər eləyəcəm. Yəni bu maşın yuxarıdan bir yanalardan da bu içini görmək olar əslində. Nə deyim, yəni bu maşının üstü açıqdır.
özü olaraq yox, ha, pəncərəsi açıqdır. Elə bir şey pəncərəsi açıqdır deyəmi. Normalda maşının üstü belə bağlı olur, amma bu üstündə pəncərə olduğu üçün bu maşın üstü açıqdır. Üstü açıq maşın gətirsalar nə təhər olar, yaxşı. Yəni bizim bu onlaynı nə zaman düzələcək bilmirəm. Allah bu onlayn düzəlmək istəmir deyəsən belə bildiyim. Allah bir dənə onlayn düzəldə bilmirik də. Daha nə deyim? Böyle henüz videomuz bitmedi. Biraz işler var. Yavaş yavaş bu oyunda ilerleyecek yine. Bir tane bu bilmiyorum bu online meselesinden ne harcayacağım. Dəqiq onu bile bilmiyorum. Dur bunu baş səfər edeceğim. Bir tane tapşırıq var, ona da oxuyacağım. Elə də yenə eləmədiyimiz tapşırıqlardan birisidir. Kənar Mahallecidə bu tapşırığı bir tane eləyək görək. Dağıcım hayatdan çağırdaq. Hızlıca girib bassam bile basılmır çox. Tam Kənar Mahallelerde tapşırığını eləyək. Abone eləyəm, yine illərim yadıma düşdü. Çox su fokusdur bak ikisi. Yəni Kənar Mahəllə yaxşı bir tapşırıqdır demək olar. Niyə sürüşürsən ki? İşimi çətinləşdirəcəkdin. Oradakı mal da sürüşdü. Bu maşın niyə bu qədər sürüşür? Niyə belə driftdəykən sürüşmə baş verir? Anlayamıram ki, bu maşın drift eləyərkən sürüşür. Bu da sonuncu turdur. Bunu da eləyim də bitirəcək sonra. Burada baxın, maşının şəkli var.
Hər dəqiqədə də bir sürüşməsən. Ha. Hələ də bu adam birinci turdadır, mən deyim. Tamam. Bu da son. Qəşəng utduq bunu da. Bu qədər asan imiş. Biz illərdir ki, Almanya tapşırığını eləmədiyimiz üçün belə şeylər olur. Bir dənə bunu da eləyək. Nə? Yaş elektrikli arabalar için mevcut deyil. Elektrikli maşınlara qoymur o drag yarışlara. Bəli, bu da bu maşınımızın testləri, sürüşmə qaydaları biraz var, amma yenə bu maşın mənim gözümdə yaxşı kimi görsənir. Amma burada belə fotoğrafını çəkərək. Aramızda da bir çox maşın var, amma yeni maşınımız Xiaomi. Yəni maşın qəşəng idi, amma niyə elə bu qədər sürüşünü başa düşə bilmədim. Siz başqa da almamı istəyirsiniz, yoruma da yaza bilərsiniz. Oyun falan, bir dənə dostum oyun deyildi, oynaya bilmədim, amma oyun desə bir dənə YouTube'un videosunu çəkib oynaya bilərəm. Bugünlük məndən bu qədər. Sağ olun, sağ olun.